Bu da ki bizim yenə Qərbi Azərbaycanda Qaraqoyunlu dərəsində həmin bu nehrə ilə burasına belə ip taxırdılar. Buradan da yağ, ayran çıxırdı. 2 dənə belə haça qoydular, asırdılar. 2 dənə arvad, nənələr, analar hərəsi bir tərəfdən çalxalayırdı, yağ olurdu. Nehrə həmin nehrədir. Dədə-baba bizim köhnə adət-ənənələrimizdən, köhnə əşyalarımızdan birisidir. Bu həmin nehrə, o nehrədir. Hə? İçinə bunun buradan qatıq tökürdülər. Qatığı da nəyə yığırdılar bilirsən bizlərdə? Qoyunun dərisini, elə bil qoyunu kəsirdilər, qoyunun dərisini soyurdular. Sonra boğaz başını, bir də qollarını, qıçlarını bağlayırdılar. Dərinin tükünü yolurdular. Sonra onu həmin o qatığı ya maşın, son vaxt biz maşın aldıq, süt çəkən maşın. Həmin onu elə bil tökürdülər o qatığı nədir, dərinin içinə, qoyun dərisinin içinə. Onu qoydular daşlara, dəyələr olurdu, yaylağa çıxırdıq. Bax bu vaxtlar bizimkilər yaylağa çıxırdıq. Seyxbulaq yaylağı, Leyli bulağı, Çırçır yaylağı. Orada heyvanları aparırdı qoca arvadlar. Elə bil orada yağ, pendir tuturdular. Həmin onu qoydular, bu qatığı tökürdülər oraya. O dərinin də biri, o qoyun dərisinin biri 2 vedrə qatıq tuturdu. Ya üz, ya qatıq. Sonra o süzülürdü, lap qatıq möhkəm olandan sonra onu vedrədə belə eləyirdilər, tökürdülər həmin buradan içəri. Sonra da başlayırdılar çalxalamağa, yağ olurdu. Onu da sonra həmin dediyim kimi eyni qarına basırdılar. Bizim bax belə köhnə adət-ənənələrimiz, köhnə biz də həmin o şeyi davam eləyirlər kəndlərdə.